Pensiyalarla bağlı yenilik, qanuna dəyişiklik gözlənilir. Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir. Layihəyə əsasən əmək pensiyaları haqqında qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşındakı 50-liyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq. Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.